Bu mahnını hamımız eşitmişik. Onu başqa bir tanış videoda da görə bilərik. Bobby McFerrin öz vokal ifaları ilə yadda qalıb. Don't Worry Be Happy mahnısı ilk dəfə idi ki, akapella, yəni müşayiətsiz vokal olaraq Billboard-da ilk yüzlüyə düşmüşdü. Bobby McFerrin öz bədəninə orkestr kimi yanaşır, 4 oktavalıq səsi var, oxumaqla yanaşı ritm tutur və digər səsləri də əlavə edə bilir. Musiqiçi ailəsində doğulub və özü həmçinin dirijorluq fəaliyyəti ilə də məşğuldur. Onu dirijor kimi də bir çox orkestrlara dəvət ediblər. Adətən konsertlərdən əvvəl heç kəslə danışmır və bir müddət tənha vaxt keçirir. Biz onu Çəhrayı Panterada da görə bilərik. Mahnı haqqında maraqlı faktlardan biri də budur ki, George Bush prezidentliyə namizəd seçilərkən bu mahnını öz prezidentlik kampaniyası mahnısı kimi istifadə etmişdi. İcazəsiz istifadə McFerrini qəzəbləndirir və o deyir ki, mən George Bush'un əleyhinə səs verəcəm. Hətta qərar verir ki, bu mahnını öz repertuarından bir müddətlik çıxartsın. Don't worry, be happy, narahat olma, xoşbəxt ol sözləri isə əslində spiritual bələdçi Meher Babadan gələn sözlər idi. O çox vaxt qəlbdəki davamçıları ilə danışarkən o bu sözləri deyirmiş və Bobby McFerrin də bu ifadənin sadəlik və cazibəsindən ilhamlanır. Və sizin keyfinizi qaldırmaq üçün istifadə etdiyiniz mahnı varmı? Rəylərinizi gözləyəcəm.